Vətəndaş mövqeyimlə Rayət İmaməliyev. Mənə bu Makler xanımın videolarını tez-tez atırlar. Ceymi barədə mövzu istəyirlər. Açığını deyim ki, mən heç bir qadının, nəinki qadın, elə kişinin də şəxsi həyatını müzakirə etmirəm. Şəxsi həyat toxunulmazdır. Amma inandırım sizi, bu xanımın satdığı istənilən ev mütləq alıcı tapar. O xanıma görə nəinki evi, ərazinin hamısını ala biləcək adamlar çıxar. Nəyə görə? Elə ağlınızdan keçən nədirsə ona görə. Deməli, qonşumuz Mirzəni Neolitdə bir oliqarx qohumu tək şəkildə toya çağırıb. Toy sahibi imkanlı biri olduğu üçün hər şey yüksək səviyyədə təşkil olunub. Mirzə içəri girəndə görüb ki, zalın 2 giriş qapısı var. Hər qapıda da 4 nəfər mini yubqalı gözəl qız gələnləri qəbul edib, sonra aparır, aid olduğu stola yerləşdirir. Mirzəni də toy sahibi qəbul edib və bu mini yubqalı qızlardan birinə tapşırıb ki, onu yerləşdirsin. Mirzə də bu qısa yubqalı, sinə dekaliteli, müşayiətçi qızla zala girəndə qohumlardan biri zarafatla bu ikisinin fotosunu telefonla çəkib. Sonra atır Mirzənin həyat yoldaşının WhatsApp-ına. Mirzə deyir, elə təzəcə oturmuşdum ki, gördüm WhatsApp-ım dağıdır özünü. Açdım ki, bayaqçı müşayiətçi qızla mənim fotomu arvad atıb mənə, altında da nə qədər qatı açılmamış məhlə uşaqlarından belə eşitmədiyim sözləri, söyüşləri yağdırıb mənə. Yazıb ki, ay şərəfsiz, mənə yalandan deyirsən ki, toya tək çağırıblar, amma hansısa küçə pozğununu salmısan yanıva, aparmısan toya. Mirzə deyir, səs atıb yalvarıram ki, bu qız müşayiətçidir. Arvad səsini qaldırıb deyir, elə qışqırır ki, ay alçaq, toy görməmişik. Toyda ev sahibi spusok əlində görüşüb harda oturmağını qonağa göstərir. Mirzə deyir, toy boyu nə yediyimi bildim, nə içdiyimi. Evə gələndə də dava dalaş düşməsin deyə həyətdəki skameykada oturdum ki, arvad yatsın, sonra girim evə. Elə burada da Mirzə 2 qat yandırıb özünü. Deyir, saat 3-ə qədər gözlədim, gördüm evin işıqları sönmür. Axırda dözməyib, sakitcə binaya qalxdım. Ehtiyatla qapını açarla açıb, içəri girəndə qapını açmağımla meyvə dolu tarelka sifətimə dəyməyi bir oldu. Arvadın deyə gözləri bərəlmiş halda, gecə saat 3-ə qədər o faşə ilə nə etmirsən, hə? Müşayiətçi idisə 11-də toy bitir. 3-ə qədər o pozğunla hansı cəhənnəmdə olmusan. Yazıq Mirzə elə peşman olub ki, özünü də, toya çağıranı da hey söyür. Deyir ki, axşam evə gəlirəm, arvad uşaqlarla özünə yemək çəkib yeyirlər. Mən qalmışam baxa-baxa. Bir dəfə deyir, cəsarətlənib arvada dedim ki, heç olmasa çay gətir. Elə bunu deməyimlə haray qışqırığın qalxmağı bir oldu. Get, üzr istəyirəm, o qancığa de sənə çay gətirsin. Axı deyirəm, sənə lazım idi, ay Mirzə, oliqarx toyu. Sənə lazım idi mini yubqalı müşayiətçi. Bilmirsən ki, yetim əlində qoğal əcaib görünür. İndi öl, öldüyün yerdə.